Salam əziz izləyicilərimiz, gözəl xanımlar, bir daha bizim evimizə, yeni vlogumuza xoş gəldiniz. Necəsiz? Həmişə yaxşı olasınız. Bizlər də soruşdan şükürlər olsun. Yaxşıyıq. Hər birimizi bu yeni günə, yeni səhərə oyandıran Allahımıza həmd olsun əzizlərim. Yeni bir günə başlamışıq. Buradan da yeni videonun çəkilişlərinə başlayayım inşallah. İndi mətbəxim belədir. Orada da çörək isitmişəm. O dəmir üstündə isitmək çox rahatdır. Tosterdən sonra dəmir mənə daha rahat gəlir xanımlar. Həm də toster çıxardı belə qoymağa yerdə yoxdur deyə mətbəximdə təzgahımın üzərində ona görə istifadə edə bilmirəm. Və burada səhər yeməyinin süfrəsi durur. İndi bunu yığışdırıram. Dedim sizinlə burada salamlaşım. Xanımlar, baldızımın oğlu gəldi səhər tezdən raketli gətirdi avtovağzaldan. İndi hal-hazırda saat 8 olur. Bir 20 dəqiqə olar ki, Nuray məktəbə getdi. İndi 8-də qalıb 10 dəqiqə xanımlar. Belə baldızımın oğlu gəldi tezdən. Həkimə gedəcəklər. Raufla. Düzdür, indi Raufla qonaq otağında otururlar, söhbət edirlər orada. Xanımlar, Rauf özü ilə sədərəyə aparacaq. Oradan bəzi alacaqları var. Sonra saat 1-2 üçün həkimə gedib yoxlanıb oradan bizə gələcəklər, yəni evə gələcəklər. Belə olacaq. Təklif edir ki, yat dincəl, istəyirsənsə yol gəlmirsən, deyir yox, alacaqları var, Raufla getmək istəyir sədərəyə. Belə əzizlərim, mən də buraları yığışdırım. Səhər yeməyindən sonraki vəziyyətimiz də belə. Buraları yığışdırım. Sonra da gün ərzində nə etsəm çalışacağım sizin üçün çəkiliş edəm. Bir də sovqat da gətirib bizə, sağ olsun, payları çox olsun, amma heç vallahi ehtiyac yox idi. Onu da inşallah sizinlə birlikdə açaram xanımlar. Həyətdədir. Orada qoymuşuq həyət, sərindir. Mən buranı rahatlayım, buranı yığışdırım. Gətirim, açım, görüm nələr var. Xarab olması, nələrsə varsa soyuducuya yerləşdirək əzizlərim. Baxın, belə mətbəxim. Belə başlayaq xanımlar təmizliyimizi, qab-qacağımızı yuyub yığışdırmağa. Xanımlar, qabları da yudum, mətbəxi sərgiyə saldım. İndi bunları da götürüm, buradan pəncərənin qarşısına qoyaq xanımlar. Gətirim, qarabqanı açaq. Belə, bunu da biraz sərim xanımlar. Ki qarabqa, nə bilim, avtobusda falan gəlib. Belə, gətirim bura xanımlar.
xanımla birlikdə açaq. Bunu baldızını göndərir. Əslində baldızı bizə deyir ki, yəni ağartı məhsulu heç nə göndərmir, digər qardaşlarına göndərir. Bizə Zamin özü gətirib evlərindən, ona görə. Baldızın bizə qoysun da sonunda. Və burada bir kulak cırtlandı. Bakın böyle gicirtiyor. Təzə çıxdı. Ay Allah, yumurta da koydular. Yumurtamız vardır, abi təzə almışdım. Kalça turşusu. Bu da ördəkdir deyəsən. Ya qazdı, ya ördəkdir. Mən onların fərqini bilmirəm, amma daha çox ördəyə oxşadıram. Yenə soruşarım, bu görüm qazdı yoxsa ördəkdir. Yine bu kadar yumurta ve sütlü burada 2 butulka, bir de yine kaymak. Böyle payları çok olsun. 2 tane de süt. Əslində bunu həyətdə də açmaq olardı. Evə getmək, prosta çəkiliş edirəm deyə mən evdə edirəm də xanım, evdə. Sizinlə bölüşürəm deyə. Bu kartdan aparım həyətə gələm xanıma. Bunları yerləşdirək. Ve böyle. Şimdi bunları yerleştireyim xanımlar. Buzluğa, sütleri buzluğa koyacağım. Kaymaktı, bu etdi. Bugün Rafa dedim, bazara balıq gəlsə, balıq olsa. Allah aşkına sağ olsun, bir dənə böyük karil alıb, 3 kilogramlıq. Onu da dedim, səhərə saxlamayayım, axşam təmizlədim, fareli qəşəng xanımlar, doğradım. Birincisi, Raf dedi ki, istəyir 2 yerə böl, çünki çoxdur. Raf bir dəfə ən böyüyü almışdı, 2 kilo 800 idi, o da böyüydü. Onda qaynanan bizdəydi, elə bütöv qızartdım. Bu da 3 kilodan artıq idi də belə. 3 kilo 200 də belə olardı. Raf dedi ki, 2 yerə böl. Baxdım ki, yox. 2 yerə böləndə də alınmır. Mən xoşlamıram, az olur. Az xoşlamıram da qızartmaq. Düzdür, doğruysan bir tikəsi böyükdür də, belə enli olur. Çox uzundur da, uzun olur. Amma yenə say baxımından az olur. Dedim ki, elə hamısını qızardacam, qoy yeyilsin. Həm o baxımından ki, azdır, həm də ki, bir də yenə balığın yesin, nə vaxtsa iyləndirməyim da, yenə qızartmayayım da, ev eşiyi də iylənir. Ona görə yenə qəşəng axşam hamısını marinad etdim. Yəni duz, istiot, bir də soğan.
Qəşəng əlavə etdim, qarışdırdım. Hazırdır da, elə bil ki, bugünkü yeməyim də hazırdır. Bir dənə qızardacağım onu xanımlar vaxt edəndə. Yəni Rauf Gilivə gələnə yaxın hardasa saat 1-dən sonra qızardaram. Qazımız da dünən axşamdan çox zəifdir. Heç qabları soyuq su ilə yuyuram demək olar ki, bütünlükdə götürmür də, işləmir. İnşallah ki, qaz olar, o balığı da yaxşı qızardaram. Belə bir də bizim çörəyimiz də qurtarmışdı, yəni yuxada. Lavaş deyib, yuxa deyib, necə hərə bir cürdür. Biz yuxa deyib, dilimizə daha yaxın yuxadır. Sağ olsun, da Ruhiyyə bacının qardaşı alır həmişə. Yəni özlərindən aldı, bizə alır. Yəni bizdə yox idi, deməli, məncə onlarda da yox idi. Alanda həm özlərinə alır, həm Ruhiyyə bacımgilə alır, yəni Ramin qardaşgilə və bizə. Sağ olsun, dünən aldı. Elə Ramin qardaş zəng elədi, getdi Raufla Cəsur gətirdilər. 2 həftəyə yaxın olardı ki, yox idi bizdə yuxa çörəyi. İndi yemək aldıq, bugün istadacağım. Belə əzizlərim, bunları yerləşdirin. Sonra nə iş görürüm mən? İçən çörək istadaram. Dünən təmizliyi evdə etdim. Sıraha gün Sevdə bacım getdi. Dünən də təmizliyi etdim. Belə evlərimiz təmizdir. Bir dənə bugün yemək işidir, başqa heç nə. Mən də həmişə yemək işi olanda daha çox çəkiliş edirəm mətbəxdə xanımlarla. Xoşlayıram mətbəxdə çəkiliş etmək, mətbəx işlərini görəndə. Yoxsa ki, belə nə başqa nə çəkim. Hə, oranı sildim, buranı sildim, oranı tozsırınadım. Nə bilim belə. Yəqin ki, sizlər üçün də darıxdırıcı olmaz. Yəni, mənim zövqümlə uyğun olan xanımlar izləyirlər təbii ki. Hər kəs ümumiyyətlə öz zövqünə uyğun səhifələri izləyir də xanımlar. Belə, yenə gicirtkəni də pişirəndə sizinlə paylaşaram. Yenə baxaram. Baldızım deyir ki, onlar sıxma deyirlər. Elə pişirirlər yəni göyərtini. Yəni deyir, qaynar suya salıb çıxardırıq, sonra yağ soğan edirik. Göyərtini deyir, içinə əlavə edirik. O yağ soğanla qovururuq, üstünə yumurta vururuq. Yəni əslində o Gədəbəylilərin yeməyi deyil də xanımlar, o cür pişirmək. Gədəbəylilər düyünə, kartofla, az sulu belə mən pişirdiyim kimi pişirirlər də, mən pencər deyirəm o xörəyin adına. Amma yəqin bölgəyə görə, indi onlar Dağstafada yaşayırlar, ətrafda görürlər belə, onlarda baxırlar yumurtalı, qızardıb üzərinə yumurta əlavə edib pişirirlər. Bilmirəm, indi elə mi pişirirəm, indi baxaram, məsləhətləşərəm evdəkilərini necə pişirsəm, daha çox insan yer, o cür də edərəm. Belə əzizlərim, sağ olsun, bu adamın əlini dalayır axı, yəqin əl çəkdiyini hamıya yığıb deyəsən, bilmirəm, indi digər, ki, qaynağın oğlu gətirdi, indi baldızımın oğlunu bizə. Və onların nə veşi var idisə, apardı getdi də, öz aralarında böləcəklər də, bilmirəm nədir. Yəqin ki, onlara da qoymuş olar gicirtkəmdən. Belə xanımlar. Mən bunları indi yerləşdirim. Sağ olsun, qoz da göndərib. Onu da deyim ki, bu il Novruz bayramına mənim, nədir? Bax, görürsünüz, evdə südlərim var. Hələ Gülafət bacının buzluğunda da südüm var. Misal üçün, yağ olur həmişə evdə. Ləpən də elə belə alırıq hətta yeməyə. Yəni, ərzaq baxımından xanımlar var, etmək olar, amma nəsə bu il heç həvəsim yoxdur. Bəlkə də səbəblər çoxdur, nəsə baxaram belə, nəsə istəmirəm pişirmək, istəmədim bu il pişirmək xanım. Yoxsa mən nə vaxtdan hazırlığını edib, çoxdan pişirmişdim. Bu il nəsə bayram şirniyyatlarını eləməyə həvəsim olmadı. Keçən elə bir ki, Novruz bayramı günü Rəvanın cümə axşamlarından birinə düşmüşdü. Sağ olsun bacılarım, elə bir o cümə axşamını verdilər. Yəni, Sevdə pişirib gətirmişdi, şəkər burada, paxlava da, Könül bacım da nə bilim nələr şirniyyat almışdı, o da doğğa pişirmişdi, halvanı pişirmişdilər. Yəni, bax, belə onlar etdilər. Keçən il elə oldu, amma bu il nəsə heç həvəsim yoxdur içində eləməyə xanımlar, eləmədim. Yəni, hər şey satılır, bayram günü alınır, süfrəyə qoyarıq, uşaqlar yeyərlər. Nəsə həvəsim olmadı pişirməyə bu il, heç nə. Baxın, hər bir şey ver, Allaha şükür, Allah hər kəsin ruzisini bol etsin. Allah hamının ürəyincə o qədər versin ki, aşsın, daşsın hamının süfrəsində ruzisi. Nəsə bu il etmək heç istəmədim, heç yadıma da düşmədi, elə bir nəsə bilmirəm, əlim, qolum qalxmadı. Peki sağlığı olsun, hər günümüz elə salamatçılığı olsun. Heç kimin həyat ritmi dəyişməsin, dəyişsə də yaxşılığa doğru dəyişsin. Elə salamatçılıq olsa, necə deyim, heç kəsə borcumuz, xarcımız olmasa elə hər günümüz elə bayramdır. Tək sağlıq olsun, yəni hər günümüzə şükür edək ki, yəni bu günümüz var, bu günü sağlam şəkildə yaşayırıq, Allah ruzimizi yetirib.
Evdən çıxanlarımız evimizə sağ-salamat dönüb, elə o gün bizim üçün bayramdır vallahi xanımlar. Xanımlar oturub elə telefona baxırdım, dedim durum. Davam edim işlərimə. Xanımlar elə çox baxmırdım, sadəcə olaraq WhatsApp-a mesajlar gəldi, onlara baxdım. Belə xanımlar, çörəyi islatdım, yuxanı islatdım. Burada 10 ədəddir. Yığdım bu saxlama qabına, amma soyuducuya qoymayacağam. Bu hələ istifadə olunsun. Axşam nə qalarsa onu soyuducuya qoyaram. İndi qoyanda soyuducuya bərkiməyə başlayır, bərk olur. Bir qədər də xanımlar. Bilinir, biri soyuyur ki, soyuducudan çıxır. Təzə islanıb dursun belə. Hal-hazırda saat 10-dur. İndi mən nə edim xanımlar? Burada bir dənə filtrimiz qalıb. İndi istəyirəm akvaforu yum, təmizləyim. Baxın, bax bu filtrdir. Görürsünüz, baxın bunu indi dəyişəcəm, budur. O ucu dolanda elə bir ki, çaynikdən qaynatdığımız sudan hiss edirik xanımlar. Ucu çaynikimiz lillənir. Bilmirəm, buradan hiss olunacaqmı? Baxın, hə, hiss olundu, baxın. Ucu dünən istədim dəyişəm, vaxt edə bilmədim. Baxın, lillənir. Həm çayniki yuyacağım. Həm bu akvaforu yum, təmizləyim. Belə yuyuram, təmizləyirəm, bunu keçirdirəm içinə. Su doldururam bir dəfə. O ilə bir süzülür. Yəni, özümdən asılı edə birinci süzülməni istifadə etmirəm. Onu tökürəm, elə bilirəm ki, bu yaxalanır da, elə bilir ki, islanır, yaxalanır, ümumiyyətlə. Qabda yuyulur, nə qədər olmasa şampunlanır. Deyirəm, qoy elə o yığılsın. O birinci dəfəni tökürəm. Çox bəzən ikincində tökürəm, amma öncələr elə edirdim, amma indi yox, elə bir dəfə edirəm. Birinci süzülən suyu tökürəm, ikinci sudan sonra istifadə edirəm. İndi bilmirəm nə qədər maraqlı olar olmaz, bilmirəm telefonu keçirimmi, çəkimmi sizlər üçün də.
Göyərtini də təmizlədim, xanımlar. Dəstələr o qədər balaca dəstələrdir. Şüyüd vəbşi içinə çöplərini qatlayıb belə qoyublar ortalarına, boşdur. Yəni belə necə deyim, özəkləridir də, uzun. Üzünə də bir-iki dənə göyünü qoyublar. Nəysə təmizlədim ki, qalıb orada xarab olmasın, qoy yeyilsin. Balığın da yanında qəşəng olur. Ümumiyyətlə qoy yeyilsin. Belə içinə su alam. Zibilini apardım, atdım, padnosunu yudum. Belə su da əlavə edim bunun içinə, suyun səsini dəhşət səs eləyir. Saat 1-dir. Namazımı da qıldım, gəldim. İndi başlayıram yeməyimi pişirməyə. Bu balığımızdır, xanımlar. Axşamdan hazırlayıb qoymuşam soyuducuya. Baxın, belə nə qəşəngdir. Soğan ayədən də qəşəng olur. Belə bir yandan bunu qəşəng unlayıb qızardacağım, xanımlar. Və bu göyərtini yuyacağım. Soğan soyaram. Belə saat 1 ilə 2 arası həkimdə olmalıdırlar. Lap 2-də çıxsalar saat 3-ün yarısına 3-ə kimi evə gələcəklər də, xanımlar. Ona görə indidən başlayayım hazırlamağa. Qazı da bilmirəm, azdır, çoxdur, var, yox. Yaxşıdır, şükür, var. Və bir də onu deyim, mənə balığı unlayanda izləyicilərimiz yazmışdınız ki, onu bir kloka əlavə et, balığı içində et, yəni unlada. Onu mən özüm, xanımlar, illər öncə, yəni kanalımızda var, paylaşmışdım. Onu bizə atam öyrətmişdi, rəhmətli. O çox belə balıq pişirirdi, özü sevirdi. Ümumiyyətlə, yemək pişirməyi sevirdi. Əsasda balıq qızartmanı sevirdi. O bizə öyrətmişdi ki, onu klokun içinə əlavə edib, balığı elə içində o yüz bu yüz edirsən, hər tərəfi yaxşı unlanır da, əl də bulaşmır. Amma nəsə mənə belə tikə balıqlarda rahat olmur, xanımlar. Mənə daha rahat olur. Yəni öncələr də elə edirdim. Çünki kilkir qızardanda bu çiki balığı var. Onları edəndə daha rahat olurdu. Amma belə doğranmışdan isə mən rahat hiss etmirəm özümü onu elə etməyə. 1-2 dəfə paylaşmışam. Amma özümə belə boşqabda unlamaq daha rahatdır, xanımlar. Ona görə boşqabda unlayacağım. Unluyum, tavamı da çıxardım. Balığı qoyum burada qızarmağa bir partiyasına. Yəni görürsünüz nə qədər də qəşəngdir özdə. Svej idi, qəşəng idi. Elə olur ki, biraz əti yumuşaq kimi olur. Axşamdan təmizləməmişdim, bir dəfə elənçi olmuşdu. Yəni yuduğum içində o orta hissəsində belə qurumuş qan olur, laxtalanmış belə qan. Onu yudum, təmizlədim, axşamdan etdim ki, səhərə qalıb belə boşalmasın da. Yəni ona görə qəşəngdir bu. Belə əzizlərim, tavamı çıxardım, başlayayım mən unlayıb qızartmağa. Xanımlar, balığı belə birinci partiyanı koydum qızarmağa. Bu da ikinci partiyası. İndi göyərtini yiyəcəm. Nuray gəldi, недовольна. Bir sinif rəhbərimdir ki, почему такая недовольна? Ay Nuray. Deyirəm ki, yəqin sifətim belədir. Müəllimə deyir, yox, я тебя знаю с детства, ты же не такая была. Deyir, müəlliməm deyir ki, mən axı səni tanıyıram, şəf vaxtında sən elənçi deyildin də, üzündən nur yağırdın. Niyə deyir, недовольна belə? Недовольна necə deyim? Narazısan da, belə narazı sifətim var. Deyirəm ki, də yorulmuşam, dərslərdən yoruluram ona görə. Həm də xəstələnib, xanımlar, yenə boğazı. Bəlkə doğada nə oldu, Nuray? Amma yox, sən doğada mən isitdin, verdin. Amma axşam mən özüm soyuq içdim, mən də boğazım biraz ağrır. Недовольная qoy, səni çəkim kurtkasında atıp oturur. Ay Nuray. İndi getmirsən də kursa? Getmədin? Qaz yaxşıdır, çoxdur yaxşı. Prosta özüm qazı çox etmirəm ki, xanımlar yavaş-yavaş qızarsın. Çancı qoyum sinsin, Nuray. Aşızanı çıxardım, göyərtində yuyum, Nuriçkam. Nuriçkam xəstələndi yenə. Xanımlar, bu tava ucu hazırdır demək olar. Digər üzünə yenə çevirdim, orada biraz yenə qızarsın. Bunları əlavə edəcəm. Süfrəmi də belə hazırladım. İndi zövqlər müxtəlifdir ki, kimsə turşu ilə istəyir, göyərti ilə, belə çörəyimiz, kompotumuz, Allah verəndən budur, xanımlar.
İndi Rafgəli birazdan gəldi. Hal-hazırda xəstəxanadadır. Saat 2-yə qalıb 10 dəqiqə. Belə şirniyyatları götürdüm. Çünki yer dar olur. Bizim stolumuz balacadır xanımlar. Belə indi vurubları götürürəm. İndi onlar da gələrlər. Bunları çıxardım. Bu boş qaba yerləşdirim. Digər partiyanı qoyum qızarmağa. Nuraya çay verim. Bu moruq mürəbbəsidir. Soyuq moruq mürəbbəsidir xanımlar. Soyuducudan götürdüm bankanı. Orada saxlayıram. Bu salfetka ilə də bu quru yağı istifadə edəndə silirəm. Yoxsa axır da. Belə bunu Nurkama verim. Özü istəmir. Xahişlə içir Nurkam. İç mama sənə qurban. İç yaxşı olacaqsan Nurcik. Kuruçkam. İç. Bunları çıxardım mən. Belə bunun üzərinə soğan da doğradım xanımlar. Orada qızarsın. Baxın mən bunun nəyini bölüm ki yerə. Burada nə var ki? Buna kim doyar? Ona görə istəyir balıq nə qədər böyüklükdə olur olsun, mən onu xoşlayıram bir dəfəyə qızartmağa. Yəni bölməyə bacarmıram. Bacarmam da bacararam xanımlar. Prosta elə bilirəm ki, doyumluq olmur, çox az olur. Nə bilim. Belə göz haqqınızı halal edin əzizlərim. Allah hər birinizin ruzinizi bol etsin. Baxın o semçika yağı o qədər belə yaxşı yağdır ki, tez bitmir. Bir dəfə də əlavə etdim. Bir dəfə ilk dəfə əlavə etdim. Bir də indi bunları əlavə edəndə. Yəni azalmır da elə bir ki, azalır, çox az hiss olunur. Özüm əlavə etdim ki, çünki bax bu hissə tavanın bir hissəsi yuxarıda qalır. Bura yağ yaxşı dəymir. Ona görə yağ əlavə etdim ki, qoy ora yanmasın da, quruda qalmasın. Bu hissədə bilmirsə yağ çoxdur, onsuzdur. Belə, Nur, istəyirsən sən yiyinə, mama sənə qurban. Peki sən ye, hı? Nə üçün? Atava dedim, naşərab alsın. Evdə də var, amma mağazinki də alsın dedim, o azdır. Bu qatıdır. İnanırsınız xanımlar, bütün evlərdə, otaqlarda pəncərələri açmışam ki, iyiydi geçsin. Rahat xoşlanır ki, mən evdə qızardım balığı. Amma neyim, həyətdə də etmək olmur xanımlar. Hamıya iyi gedir, yaxşı deyil, nə bilim. Onsuz da pəncərəni belə açmışam. Bir var ki, bilə-bilə həyətdə qızardırsan, bir də var ki, yəni evdən gedirsə baba neyim. Buranın pəncərəsini də açıq qoymuşam. Bax, çayın içmədə hara getdi. Gəl Nura, gəl, çayın soymamış hiç tutar. Gəl. Gəl Nurka, ata gəlir indi, gəl. Xanımlar, indi çay verəcəm. Baxın, qaza baxın. Balığı nə yaxşı qızartdım. Qaz yaxşı idi. Görürsünüz indi necədir. Həyətə çıxdılar. Mən də masanın üzərinə yığdım. Sildim. Bir dəfə də silək. Cəsur çay içməyəcək. 3 nəfərdilər. Onlara da çay verim xanımlar. Qaz elə yanır ki.
Xanımlar, dedim axşama da belə soyuducuda bəlkə də bir həftə olar. Rafalı brokolini qalıb, yumşalmışdı belə. İçinə su almışam, suyu canına çəkib. Bunu qəşəng yuyacağım xanımlar. Orada da su qoymuşam, qaynasın. Qaynar suya əlavə edib bir 3 dəqiqə qaynadıb çıxardacağım. Burada da yağ soğanı etdim xanımlar. Baxdım ki, evdə kök də var. Dedim qoy həm belə daha həm dad versin, həm rəng versin, həm belə köklə düşündüm. Yaxşı olar evdə var deyə. İçinə 2 dənə də kök sürtkeçdən keçirdim. Yağda qovurdum. Bu hazırdır demək olar. İndi su qaynasın. Brokolini də yuyum, içinə əlavə edeyim. 3 dəqiqədə duzlu qaynayan suda bir 3 dəqiqədə qaynadım süzüm. Bura əlavə edim. Üzərinə də qəşəng yumurta əlavə edim. Bu da olsun bir növ yemək. Balığımızdan da var axşama yenə xanımlar. Bu da qalmasın. Həm bunu da bişirdim. Brokoli də qalmasın da soyuducuda. Çünki baldızım gecirtkanda göndərib. Payı çox olsun bir kulok. Onu da bişirməyə var. Dedim, birinci bunu bişirim, ondan sonra onu bişirərəm. Artıq məncə yeməyimiz də hazır oldu xanımlar. Baxın, görürsünüz, yaxşı bərkidi yumurta da. Qazını söndürə bilərik. Göz haqqınızı havalı edin əzizlərim. Allah hər birinizə rozumuzu bol etsin. Bu da yaxşı, ən gözəl, ən dadlı, belə deyim, ən faydalı yeməkdir. Rəngi də gözəldir. Həm kökdə əlavə etdim, lap qəşəng oldu.